2025 Xərçəng bürcü, sevgi, karyera və ümumi məlumatlar. İyun ayına qədər xüsusilə daxili dünyanıza çəkilirsiniz əziz Xərçəng. Bu dövr özünə qapanmaq və daxili təhlillərlə təhlükəsizlik hissi təqdim edir. Bəzən daha təhlükəsiz və xoşbəxt görünmək üçün özünüzü gizlətməyi seçə bilərsiniz. Amma eyni zamanda başqaları üçün dəstək olmağınız da mümkündür. Böyük dəyişikliklər və ya qərarlar üçün ən uyğun zaman kimi hiss etməyə bilər. Əslində, dərin bir özünü təhlil etmə mərhələsindəsiniz. Yanaşmalarınızı və yollarınızı sorğuluyursunuz və bu çox dəyərli bir prosesdir. İyun ayında Yupiter sizin bürcünüzə gəlir və özünüzə gəlirsiniz və işıq üzərində. Dəstək verici, sadə doğanızla tanış olanlar biraz çaşqın hiss edə bilərlər. Lakin bu, özünüzü ifadə etmə ehtiyacınızı kəşf etməyiniz və daxili güvən ehtiyatlarınıza çatmağınızla əlaqədar həyəcan verici bir mərhələdir. Fırsatların sizə gəldiyi və sağlamlıq və fiziki durum axtarışlarının daha cəlbedici hala gəldiyi, enerjinizi və etibarınızı artıran bir dövrdür. Bu il münasibətlərdən gözləntiləriniz daha yüksəkdir. Başqalarının gələcək barədə narahatlıqlarını və həyat planına sahib olmağı daha cəlbedici tapırsınız. Gələcək planlamasının və həyat hədəflərinin cazibəsi sizin üçün daha güclüdür. Bir narahatlıq dövründən sonra sosial həyatınız nəhayət sabitliyə qovuşur və rahatlama hissi gətirir. 2025-də daha çox xüsusi diqqətə ehtiyac duyduğunuzu hiss etdiyiniz həyat sahələri, öz həyat yolu hədəfləriniz, karyeranız, struktura və disiplinə diqqət və etibarınızdır. Çətinlik bu sahələrdə daha realistik və praktik olmaq və eyni zamanda xəyallarınızı və yaradıcılığınızı istifadə etməkdir. İşinizə, vəzifələrinizə və gündəlik fəaliyyətlərinizə daha məmnuniyyət verən bir yanaşma ilə yanaşdıqca, özünə inamınız və xoşbəxtliyiniz artır. Bu il nəqliyyat, ünsiyyət, hərəkətlilik və təhsildə dəyişikliklər baş verir. İlin irəlilədikcə daha çox insanla əlaqə qurursunuz və onlara çatırsınız və öyrənmək, paylaşmaq, rəhbərlik etmək, kəşf etmək və araşdırma həvəsinizlə də. Xərçəng üçün 2025-dəki əhəmiyyətli hadisələr, xarici planet keçişləri. Aprel ayında Saturn Uranusa sekstil bucağı təşkil edir. Bu, orijinal fikirlərin formalaşdığı və ya uğurla inkişaf etdiyi bir zamandır. Sabitliyi və irəliləyişi və ya həyəcanı yaxşı nəticələrlə birləşdirmək imkanı var. Eyni şey yenilik və ənənə üçün də keçərli ola bilər. Xarakterimizi qururuq və həyat dərslərini daha asan öyrənirik. Güclü, mənalı bir irəliləyiş dövrüdür. Xərçəng üçün ümumi inanclara və maraq sahələrinə əsaslanan iş qrupları və ya dostluqlar vasitəsilə başqalarından öyrənmək və komanda qurmaq faydalı ola bilər. Bəzi sərhədlər çəkmək və uzunmüddətli dostluqlar və ya qrup əlaqələri qurmaq üçün yaxşı bir zamandır. Eyni zamanda spontanlıq və azadlıq hissinə yer açmaq üçün də. Bacarıqlarınızı inkişaf etdirdikcə və praktiki işlərinizə diqqət yetirdikcə, sizi ilhamlandıran və ruhlandıran insanlarla və ya məqsədlərlə əlaqə qurmağınız üçün real bir his var. Əhəmiyyət verdiyiniz insanlar və məsələlər barədə həyəcan duymağınız mümkündür və bu zamanlar daha geniş hədəflərinizə yaxınlaşa biləcək faydalı bacarıqlar əldə edirsiniz. O dövrlərdə alınan qərarlar və öhdəliklər, xüsusən də əlaqələr, səyahət, hüquqi məsələlər, nəşriyyat və ali təhsil ilə əlaqədar olanlar, uzunmüddətli və əhəmiyyətli olmağa meyillidir. Uzunmüddətli bağlar və əlaqələr qurulması mümkündür. May ayında Yupiter Chiron ilə sekstil bucağı təşkil edir və həyatımıza şəfa gətirir. Təhsilimizdə irəliləyiş, fəaliyyətlərimizi genişləndirmək və mənəviyyat kimi təcrübələr vasitəsilə ufqlarımızı genişləndirmək, cəhdlərimiz şəxsi inkişafımıza böyük töhfə verir. Bu incə şəkildə canlandırıcı bir zamandır. İrəliləyişimizi əngəlləyən məhdudlaşdırıcı və mənfi münasibətlərdən özümüzü azad etmək üçün bizə fürsət təqdim edir. Xüsusilə başqalarından öyrənməyə açığıq və başqalarına baxış bucağımızı başa düşməkdə daha yaxşı kömək edə bilirik. Zihnimizi müxtəlif baxış bucaqlarına və fəlsəfələrə açmaq mümkündür. Keçmiş təcrübələrdən və səhvlərdən öyrəndiklərimizi mənimsəyib paylaşırıq. Xərçəng üçün keçmiş işlər və ya qazandığınız həyat təcrübələri işinizdə sizə kömək edə bilər və ya sizə xüsusi bir istiqamət verə bilər. Eyni zamanda karyeranıza və ya məsuliyyətlərinizə hər şeyinizi vermək, istirahət və rahatlama dövrlərindən həqiqətən zövq almaqda daha az günahkar hiss etməyinizə kömək edə bilər. Özünüzə bərpa olmaq və detoks etmək üçün vaxt ayırdığınız zaman emosional yenilənmənin faydaları karyeranıza və ya etibarınıza müsbət təsir göstərə bilər. İyun ayında Yupiter Saturn ilə kvadrat bucaq yaradır və şərait elə bir vəziyyətə gəlir ki, həyatımızı və ya planlarımızı qaydalara, qanunlara, sərhədlərə və reallığın tələblərinə uyğun şəkildə yenidən qurmağımız lazım olur. Bu dövr ərzində tamamilə yeni bir plan qurmaq yerinə, köhnə planlara yeni bir həyat vermək ən yaxşı seçimdir. Başqa bir sahədə böyümək üçün bir şeydən kəsməyimiz lazım ola bilər. Bu dövrdə özümüzü çox yormamaq
və asan həllər və ya qısa yollar sınamaqdan çəkinmək vacibdir. Gözləntilərimizi tənzimləməyimizin lazım olduğu açıq şəkildə bəlli olur. Xərçəng üçün daha çox şəxsi azadlıq arzunuz peşəkar hədəflərinizlə və ya xarici dünyaya qarşı məsuliyyətləriniz üçün ehtiyac duyduğunuz diqqətlə münaqişə yarada bilər. Müstəqillik və sahə azadlığına olan güclü ehtiyacınız müəyyən bir qiymətə gələcək. Hər iki sahədə də həddini aşma cazibəsi ola bilər, amma bir uzlaşma daha az streslidir. Avqust ayında həm Saturn, həm də Neptün Uranus ilə sekstil bucaqları yaradır. Sıra dışı fikirlərimiz və vizyonlarımız ola bilər, amma bunlara daha çox struktur gətirə bilərik. Aydınlanma axtardığımız və tapdığımız bir dövrdür. Yaşamanın, inanmanın və ifadə etmənin alternativ yollarına açığıq. Sezgilərimizi izləmə azadlığı bizim üçün həyati əhəmiyyət kəsb edir. Şəfqətimizi ifadə etmə, imkansızlıqlara diqqət yetirmə və xəyallarımızı izləmə və ya sənətdən zövq almağımızın yeni bir şəkildə formalaşması və ya yenilənməsi hazırda güclü şəkildə ön plana çıxa bilər. Xərçəng üçün karyeranıza və ya etibarınıza xüsusi diqqət yetirmək və bunu şəxsi həyatınızla və boş vaxtlarınıza olan marağınızla yaradıcı şəkildə birləşdirmək, həyatınızın hər iki sahəsini də canlandıra bilər. Mənfi əlaqələri sərbəst buraxmaq üçün vacib bir zamandır. İşinizə, karyeranıza və ya etibarınıza daha ixtisaslaşmış enerji sərf etdikcə, istirahət etmək və boş vaxt keçirmək üçün fasilə verməyin hikmətini dərk edirsiniz. İşinizə daha təravətli, canlı və bəlkə də ilhamlanmış şəkildə geri dönəcəyinizi görəcəksiniz. 6 yanvara qədər pul və mülkiyyət məsələləri, şəxsi əşyalar, komfort və təhlükəsizlik, həmçinin şəxsi gəlir məsələlərində əhəmiyyətli yavaşlamalar, kompensasiya və yenidən qiymətləndirmələr olmuşdu. Lakin bu geriləmə dövrünün 2025-də hissəsində qəzəb idarə etməsi, təqdimatlar, şəxsi etibar, sağlamlıq, arzularınızın ardınca getmə və bürcünüzdə geriləyən Mars ilə özünüzü ifadə etmə və ya cəsarətlə əlaqədar bəzi geriləmələr və çətinliklər ortaya çıxa bilər. Hədəflərin vaxtında reallaşmaması ilə bağlı məyusluqlar meydana çıxa bilər, amma əslində bu geriləmə dövrü planlarınızda lazımi tənzimləmələr etmək üçün etibarlıdır. İşlər əhəmiyyətli dərəcədə yaxşılaşmadan əvvəl özünüzü daha az təsirli hiss edə bilərsiniz. Bu dövrdə yenidən nəzərdən keçirmək həyati əhəmiyyət kəsb edir. Venüs 1 martdan 12 aprelə qədər Qoç və Balıqlar bürclərində geriyə hərəkət edəcək və şəxsi əlaqələrimizi yenidən düşünmək və ya yenidən qiymətləndirmək ehtiyacı yaradacaq. Keçmiş sevgililər yenidən meydana çıxa bilər və bəzi əlaqələr sona çatacaq. Həyəcan, ehtiras və diqqət ilə bağlı məsələlər aktual ola bilər. Keçmiş sevgililərimiz yenidən ziyarət edə bilərik, əksər hallarda yalnız ağlımızda, amma bəziləri üçün fiziki müstəvidə də. Sevgi bağlı böyük qərarlar qəbul etmək üçün yaxşı bir zaman deyil, çünki sonra seçimlərimizdən peşman ola bilərik. Bu dövrü bir proses olaraq düşünün, ürəyinizin qalan hissəyə çatması üçün zamana ehtiyacınız var və digərləri də eyni şəkildə. Keçmişdən gələn əlaqə problemləri ilə başa çıxmağa çağırırıq. Tali və ya əvvəlcədən müəyyən edilmiş kimi görünən hadisələr meydana gəlir. Bu dövrdə bir sevgiliyə yaxınlaşmaq həqiqətən çətin ola bilər. Adət edilməyən, eksperimental və səmimi olmayan əlaqələr şimdilik daha çox seçilə bilər. Yeni bir əlaqəyə başlamaq və ya böyük alış-verişlər etmək üçün ən yaxşı dövr deyil, çünki sevgi və pul ilə bağlı anlayışlarımız kifayət etməyə bilər. Xərçəng bürcü üçün bu 6 həftəlik dövr ərzində ehtiyaclarınızı və dəyərlərinizi daha ətraflı şəkildə anlamaq üçün son hadisələri nəzərdən keçirmək yaxşı olardı. Bu dövr 1 ila 27 mart tarixləri arasında peşəkar hədəflərinizi və ya etibarınızı ən önəmli şəkildə təsir edə bilər, çünki keçmiş məsələlərə geri dönə bilər və ya yenidən meydana çıxan məsələlərlə məşğul olursunuz. İş həyatında qarışıq əlaqələr ola bilər və ya bir qərar və ya planın ortaya çıxmasını gözləyirsiniz. 27 mart 12 aprel arasındakı qalan geriləmə dövründə Venüs macəra sahənizə çəkilir və planlarınızın bəziləri yenidən qurulmağa və ya yenidən düşünülməyə ehtiyac duyacaq, amma hadisələrə fərqli bir şəkildə baxma şansınız olacaq. Bu, uzun müddətdə sizin lehinizə işləyə bilər. Son hadisələri idarə etmək və bu mövzularda hisslərinizi təhlil etmək üçün vaxtdır. Bir şeylərlə məşğul olduğunuz zaman, hər zaman içindəki prosesləri işləyə bilməzsiniz və indi bunu etmək şansınız olacaq. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.